Salam, hər kəsə, hər vaxtınız xeyir. Kanalıma xoş gəlmisiniz. Bugün sevgi açılımından qarşınızdayım. Video niyyət olunub sadəcə ona aid olan şəxslərin qarşısına çıxmağa. Amma əgər qulaq astınız, gördünüz sizin münasibətinizlə yaxından uzaqdan bir əlaqəsi yoxdursa, o zaman videonu keçə bilərsiniz. Amma əgər sizə aiddirsə, alma vermə dəngəsi üçün bəyənməyi və abunə olmağı unutmayın. Çünki bu açılımda olan pozitiv enerjilər yalnız sizə bəyənmə vasitəsilə keçə bilər. Getdik. Ya Allah. İlk olaraq ağlınızdakı yaxud həyatınızdakı insanın duyğu və hisslərinə baxacağıq. Görək sizə qarşı duyğular necədir. Ondan sonra düşüncələrinə və münasibətinizin gedişatına. Aç göstər görün mənə doğrusunu, ən düzünü. Videonu izləyən şəxsin həyatındakı yaxud da ağlındakı insanın ona qarşı duyğuları və hissləri necədir? Göstər mənə. Ağlınızdakı yaxud həyatınızdakı insanın sizə qarşı duyğularında tamamilə bir sevgi var. Onu deyim ki, sizə qarşı yoğun hisslər bəsləyir. Bu insan hətta ola bilsin sizi ailəsinə danışıbdır. Əgər danışığınız yoxdursa, ailəsinə bəhs eləyibdir sizin haqqınızda. Sizə qarşı belə bir saf duyğusu var, saf sevgisi var. Çox gözəl bir şeydir. Ya da ola bilsin münasibətinizdə əgər zərərli bir şeylər baş veribdirsə də, onları artıq unudubdur. Əmin olun ki, münasibətinizdə hal-hazırda bugünkü gündə şəfalama prosesi gedir. Və burada onu deyim ki, sizə olan duyğuları haqqında çox danışmır sizə. Bundan öncə bir açılımda elədim, onu paylaşmayacağım təəssüf ki, video keyfiyyətsizliyi baxımından. Yenə açılım elədim, görünür ki, bu video həyatındakı yaxud ağlındakı insan ona duyğularını açmayan birisinin qarşısına çıxacaqdır. Yəni, həqiqətən buradakı insan sizə duyğularını, sizə sevdiyini tam demir. Niyə? Yəni, onu tam olaraq bilmirəm. Amma əmin olun ki, ondan sizə qarşı duyğuları netdir burada. Sizə qarşı mərhəməti var. Sizdən başqalarına danışır. Haqqınızda təbii ki, yaxşı olaraq danışır. Sizi ailəsinə tanıtmaq istəyir. Bəlkə də sizinlə evlənmək istəyir. Yəni, burada çox qəşəng duyğular çıxdı. İndi getdik. Aç göstər görən məndən doğrusan düzünü. Videonu izləyən şəxsin həyatındakı yaxud ağlındakı insanın düşüncələri necədir? Ona qarşı düşüncələri necədir? Oy. Kart zaten özünü atdı. Burada sizə qarşı düşüncələrində də çox gözəl şeylər çıxır. Sizdə, yəni, burada sizlə Türkiyə məsələ evlənib barkalamaq istəyir. Burada 2 dənə ev teması çıxdı. Sizlə evlənmək istəyir. Burada bir ailə qurmaq istəyi var. Zihinsel olaraq, yəni beynində siz ona ailəni xatırladırsınız. Xoşbəxt bir ailəni. Davam eləyək. Baxın, dedim zaten mən kart çıxmadan öncə mən dedim. Sizlə beynində qovuşmağın xəyallarını qurur. Evlənməyin xəyallarını qurur bu adam. Oy. Burada ola bilsin sizə bir cinsel çəkimi də var. İndi bir takıntılığı var. Təbii ki, çox insan istəyir ki, həyatındakı insan ona takıntılı dərəcədə belə aşıq olsun. Amma bu bəzən təhlükəli bir şey ola bilər qızlar. Çünki indi mən bunu yoxlayacağım. İnşallah 3-cü şəxs təsiri çıxmaz. Çünki şeytan kartı bəzən münasibətə müdaxilə edən 3-cü şəxsləri də etiraf edir. Amma mən burada daha çox elə hiss edirəm ki, dayanmadan beyində siz fikirləşir. Çünki mən burada zihin açılımı elədim axı. Hansı ki, YouTube'a paylaşmayacağım o videonu. Bundan öncə elədiyim açılımdakı kartlarla çox oxşar kartlar çıxır. Həqiqətən bu adam sizə duyğularını etiraf etməkdən özünü tamamilə ona görə geri çəkir ki, sanki bunun qarşısında bir otorite engeli var. Yəni,
bir böyük ona mane olur. Bir adət ənənə, ata baba, bir ailə, valideynlər sanki onun qarşısını kəsir, əlini qolunu bağlayır və duyğusu olaraq sizə o qədər belə duyğuları coşur ki, amma zehinsel olaraq fikirləşir ki, qovuşum, necə eləyim qovuşmayı, falan şey var axı. Belə bir şey. Yəni ona görə. Burada hətta ola bilsin, indi kollektiv açılım olduğu üçün belə deyim, siz platonik ola bilərsiniz. Üçüncü şəxsin müdaxilə eləmədiyi bir münasibətiniz ola bilər. Stabil münasibət. Yaxud da üçüncü şəxsin müdaxilə elədiyi bir münasibət ola bilər. İndi hər cürə var da, necə deyim, yəni ola bilər ki, sizin danışdığınız sevgiliniz evlidir ki, mən elə insanlara baxmağı sevmirəm. Başdan deyim, ancaq kartada açanda çıxır, yəni kollektiv olduğu üçün kimin qarşına çıxacağı bəlli deyil, ona görə çıxır. Burada çıxır ki, hətta yəni əgər danışdığınız insan evlidirsə, burada ailəsinə görə yəni sizə duyğularını tam etiraf edə bilmir. Əslində sizdən evlənmək istəyərdi. Belə də çıxır, heç sevmirəm. Bunu burada dayandıraq. Keçək, yəni platoniksinizsə də burada ailəsinə, ata-anasına, valideynlərə görə sizə duyğularını tam etiraf edə bilmir. Yox, əgər evlisinizsə, normal münasibətiniz varsa, burada sizə qarşı duyğuları lap yaxşıdır. Onda bir problem yoxdur. Burada söhbət daha çox təzə başlayan münasibətlərdən gedir. Hansı ki, siz flört aşamasındasınız, yaxud da indi flört olmaya da bilər. Uzaqdan tanıyırsınız və sizə qarşı duyğuları konkret evlənməkdir. Bu münasibəti daha da iləri aşamaya götürməkdir. Bəli, burada sizi itirməkdən qorxur. Hər kimdirsə, bütün kateqoriyalara aiddir bu. Sizi itirməkdən qorxur. İndi gedək. İlk öncə platoniklərə baxacağım. Yəqin ki, daha çox gənc münasibətlərə aid olar. Daha tanışma yoxdur. Bir-birinizi tanıyırsınız, amma hələ bir eşq etirafı olmayıbdır. Onlara aid görək o münasibətin axırı necə olacaq. Oy, çox qəşəng çıxdı, çox qəşəng. Konkret evlənəcəksiniz. Bu videonu izləyən platonik olanlara aiddir. Hələ bir-birini tanıyıb, amma sevgi etirafı almayıblar. Yaxud da qohumdandır kimsə, belə tanıyırsınız. Bir-birinizi tanıyırsınız, amma münasibət barəsində heç vaxt danışmayıbsınız ya da kəlmə kəsməyibsiniz. Belə insan olaraq tanıyırsınız bir-birinizi, onlara aiddir. Bu münasibətdə konkret bir evlilik var, çox gözəl duyğular var və burada hətta partnerlə birlikdə bir ev alıb ora daşınmaq, bəlkə də ola bilsin bəzilərində bugünkü günü o söhbətlər gedir. Bir yerdə mülk alıb ora daşınmaq, hə filan ev alarıq, belə orada yaşayarıq. Bu temalar var, çox qəşəngdir, təbrik edirəm. İndi isə baxaq normal münasibəti olanlara. Normal münasibəti olanlara. Görək münasibətinizin gedişatında nə baş verir? Üçüncü şəxsin. Ay, bu kart özünü atdı. Geri çevirmək istəmirəm. Çünki bu əksər münasibətlərdə olur. Bir müddətdən sonra beləcə bir monotonlaşma başlayır münasibətdə. Yəni tutaq ki, evlənibsiz bir il, hə, cicim ay, ondan sonra başlayır partnerlər sıxılmağa. Bu sıxılma da yəni olmasa yaxşıdır, ən pis şeydir. Xəyanət aparan birinci yoldur. Yəni insan nə görə sevdiyi insandan sıxılsın ki? Yəni hal-hazırda ola bilsin ki, münasibətinizdə bir monotonlaşma var. Yəni sıradan şeylər, tutaq ki, yoldaşınız işə gedir, işdən gəlir, hə, mesajlaşma, yazışma. Sonra klassik şeylər də, yəni ola bilsin münasibətin köhnə həyəcanı yoxdur, belə deyim. Münasibətinə gözləyir yaxşı. Yaxşı olacaqdı qızlar, narahat olmayın. Ancaq sizin münasibətiniz biraz enişli çıxışlı günlər gözləyir. Nəyə görə? Monotonlaşan hər bir münasibətin axırı zaten budur. Necə deyim, yəni? Elə birini seçməlisiniz ki, ondan bezməyəsiniz. Əgər bezirsinizsə, zaten bu sevgi deyil. Belə deyim, burada bir ayrılıq görsənir, amma bu tamamilə ayrılıq olaraq da yozmayın. Sanki bir ara vermək kimidir. Necə deyim, ortaq yolu tapa bilsəz, nə yaxşı. Heç bir problem olmayacaq.
Amma yox, əgər münasibətlərdən biri ayağının diriyib nəsə deyirsə, orada mütləq bir ayrılıq gözlənir, onu deyim yəni. Bir ayrılıq gözlənir, ondan sonra tamamilə ayrılmayacaqsınız. Bir müddət pauzada qalacaqsınız. Burada göründüyü ki, münasibət askıda qalacaq, sonra dəyişimlər olacaqdır. Bilmirəm, burada da bəzilərinizi iletişimdən sonra bir uşaq müjdəsi, bir hamiləlik də gözləyir. Amma yəni burada axırı yaxşıdır. Sadəcə səbirli olun. Yəni biraz səbir lazımdır. Necə deyim? 7-li vaxt içində hər şey yaxşı olacaqdır. Amma bu 7-li vaxta qədər iş orasıdır ki, münasibətinizdə enişli çıxışlı durumlar ola bilər. Çalışın, yola gedin. Əgər necə çalışın, yola gedin? Əgər partnerinizə güvəniniz varsa, sadəcə bir-birinizdən monotonlaşmış, yəni sıxıcı hala gəlmiş bir, adiləşmiş bir münasibət üzündən aranız bugünkü günü bu vəziyyətdədirsə, onda onu yola verməyə çalışın. Yoxsa heç kim xəyanəti götürmək məcburiyyətində deyil. Bu, üçüncü şəxsin müdaxilə elədiyi münasibət deyil, qızlar. Onu öncəliklə bir ayırt eləyin. Yəni, burada 7-li vaxt ərzində münasibətinizdə eniş çıxışlar, pauzalar ola bilər. Ondan sonra təzədən ani bir iletişimlə hər şey yoluna gələcəkdir. Hər şey yerinə oturacaqdır, yəni belə deyim. İndi keçək, burada mən şeytan kartına görə biraz belə şeydə qaldım. Ailəsi, tutaq ki, deyək, gəlin buna baxaq, ailəsi icazə vermir sizlə evlənməyə, yaxud da ailəsi onu uşaq kimi görür, onu yetişkin, özgüvənli bir kişi kimi böyütməyibdir, amma uşağımı deyim artıq, yoxsa öz ayaqlarını tutura bilmirmi deyim, o yüzdən sizə duyğularını ifadə eləməkdən çəkinir. Və sizə həsrət qalıb dedim, zaten kart özünün tərsinə formasında atdı. Bu arada kartları mən tərsinə də yozuram. Deməli, bir iyiləşmə durumu olacaqdır sizdə. Yəni, belə deyim də, şeytanın qıçını qırıb sizə addım atacaqdır burada. Zaten adamın da burada göstər, ayağı qırıqdır. Nəyəsə görə sizə addım ata bilmir. Şeytanın qıçını qırıb addım atacaqdır. Onun əlini qolunu bağlayan hər nədirsə, nə olur olsun. Çünki sizə həsrət qalıb burada. Bir darıxma duyğusu var. Burada sizə addımı var. Mama uşaqlarına aiddir ya da valideynin üzündən öz ayaqları üzərində dura bilmədiyi üçün sizə duyğularını tam ürək istədiyi kimi ifadə edə bilməyənlərin münasibətinə aiddir. Nə olacaq onlar? Baxın, mübarizə aparacaq sizə qarşı, onu bilin. Əgər kim qoymursa sizə gəlməyə, üçüncü şəxsə aid deyil. Əslində, bəzən valideynlər də üçüncü şəxs mövqeyində olur. Yəni, əgər bir münasibətə kim müdaxilə edirsə, avtomatik üçüncü şəxs mövqeyində olur. Amma burada sırf başqa qadın var deyil bu. Bu, yəni, valideyni qoymayanlar ya da maddi vəziyyəti əl verməyənlərə aiddir. Mübarizə aparacaq sizə gəlmək üçün. Bu, yaxşı bir şeydir. İndi keçək münasibətinə. Üçüncü şəxs müdaxilə eləyənlər. Görək onların münasibəti necə olacaqdır. Xəyanətə davam, qızlar, maalesef. Burada xəyanət eləməyə bir müddət davam eləyəcəkdir. Baxın.